Bürçlərin 13 dekabra ən düz pul proqnozu. Qoç, gözlənilməyən pul xəbəri ala bilərsiniz. Qısa müddətli qazanc üçün yaxşı gündür. Boğa, maddi stabillik artır. Kiçik gəlir və ya bonus ehtimalı yüksəkdir. Riskli xərclərdən uzaq durun. Əkizlər, ünsiyyət, satış, danışıq tələb edən işlərdən qazanc görünür. Yeni razılaşma ola bilər. Xərçəng, xərclər biraz arta bilər. Ehtiyatlı davranın. Qənaət bugün çox işə yarayacaq. Şir, pul qapılarınız açılır. Əmək haqqı, bonus və ya əlavə gəlir ehtimalı güclüdür. Şans sizdən yanadır. Qız, pullar yığılmağa başlayır. Planlı addımlar mükafatını verir. Ucuz alış-veriş fürsəti çıxa bilər. Tərəzi, kiçik amma sevindirici gəlir ola bilər. Pul gəlişi qədər xərcləri də idarə etməyə diqqət edin. Əqrəb, sərmayə və ya əlavə gəlir işlərdən gəlir ehtimalı var. İntuisiyanız yenə doğru yönləndirəcək. Ox atan, alış-veriş istəyi artır, amma büdcəni asmamağa çalışın. Günün sonunda yaxşı maliyyə xəbəri ala bilərsiniz. Oğlaq, iş sahəsində irəliləyiş və gəlir artımı mümkündür. Sabit və güclü gündür. Dolça, gözlənilməz pul gəlişi ola bilər. Yeni ideya gəlirə çevrilə bilər. Sürprizlərə açıq olun. Balıq, ailə və ya yaxınlardan maddi dəstək görünür. Kreativ işlərdən qazanmaq mümkündür.